Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-sında bərpa olunacaq. Bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib. Məlumata görə qərar Gürcüstanın baş naziri İrakli Kobaxidzinin Bakıda keçirdiyi yüksək səviyyəli görüşdən sonra elan edilib. Danışıqlardan sonra iki tərəfli koordinasiya şurasının protokolu imzalanıb. Sənəddə xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub. Lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib. Protokolu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Maryam Krivişvili və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar. Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu daşımaları 6 illik fasilədən sonra mayın 26-sında bərpa olunacaq.